Herkese salam. Bu dersimizde yine texnik rəsmlə davam edirik. Bu dərs əsasən iki hissədən ibarət olacaq. İlkin hissədə yenə modellərimizin texniki rəsmlərini hazırlamağa davam edəcəyik. Yeni bir şeylər öyrənməyəcəyik. Daha çox əvvəlki biliklərimizi möhkəmləndirəcəyik. Fərqli modellərin necə texniki rəsmlərini çıxarmaq lazımdır, bunları görəcəksiniz. İkinci hissəsində isə biraz daha kompleks olan modellərin texniki rəsmlərini necə hazırlamaq lazımdır. Bunlar haqqında məlumat verəcəm və kritik bilgilər öyrədəcəm ki sizə, hansı ki iş həyatınızda sizə çox kömək olacaq və kompleks olan modellərin bir şitdən istifadə edərək necə texniki rəsmin daha aydın və daha düzgün şəkildə çıxarmaq olar, bunları görəcəksiniz. Əvvəlcə bu modelimizlə başlayaq. Yenə əvvəlki biliklərimizi möhkəmləndirmək üçün texniki rəsm necə yaradırdıq, bunu görək. Texniki rəsm create eləmək üçün gəlib buradan New-dan Make Drawing deyirdik. Partın içərisində olduğumuz təqdirdə. Gəlib yenə Make Drawing deyirik və bunun texniki rəsmini yaradıb keçid edirik texniki rəsmi yavaş-yavaş qurmağa. Dediyim kimi ilk olaraq front view-ni gətiririk. Daha sonra buradan top, right və izometrik olaraq çıxardın bu şəkildə. Daha sonra ölçülərinə baxaq, görək ölçüləri bizə uyğundursa bunu saxlayaq. Gördüyüm kimi biraz daha balacadır və buradan da scale ilə baxdığım zaman 1/2 olaraq görürəm mən burada. Bunun scale-in dediyim kimi gəlib hər zaman buradan dəyişin. Üzərinə basıb sol tərəfdən scale-lərini dəyişməyin. Söhbət buradakı izometrik view-dan deyil də bunların daha çox 2D görünüşlərindən gedir. Yəni bir view göstərilə biləndən gedir, izometrikdən başqa. Gəlin buradan 1-1-ə deyək və bu şəkildə bir görüntü çıxsın bizə. Buradan gələk izometriki artıq bu pəncərədən dəyişə bilərik. Burada sheet scale deyil də və ya use parent scale deyil də custom scale-dən istifadə edib bunu 1-1-dən 1-2-yə bu şəkildə OK bastığımız zaman dəyişə bilirik. Bunu da gətirək, qoyaq bura. Əvvəlcə qərara gələk ki, bizdə bu görünüşlərin hamısı bizə lazım olacaqmı, yoxsa iki görünüşlə modelimizi, texniki rəsmi rahatlıqla çıxara bilərikmi? Əsasən belə deyim, sadə modellər olduğu təqdirdə iki görünüşdən çox rahatlıqla modelimizin texniki rəsmini çıxarda bilirik. Yəni, üçüncü bir görünüşə ehtiyac olmur. Mən buradan baxdığım zaman ən çox mənə məlumat verən görünüşlər bu və bu görünüşlərdir. Yuxarıdakı görünüş isə bizə əslində ehtiyac yoxdur. Çünki overall dimensionlarımı buradan çıxarda bilirəm və yuxarıdakı görünüşə ehtiyac olmadığını görürəm. Onun üçün gəlib delete edib bunu silək həmən. Daha sonra bunların ikisini də yuxarı qaldıraq. Biraz daha yerimiz böyük olsun. Hətta bunu gətirib burada qoya bilərsiniz. Bu şəkildə bunların ölçüləndirməsini bir-birindən biraz aralı bu şəkildə verə bilərsiniz. Başlayaq bunların ölçüləndirməyə. Dediyim kimi, yenə eyni stepdən istifadə edəcəyik. İlkin olaraq overall dimensionları verin. Daha sonra modelimizin extrude bossları və ya katlarının öz ölçülərini veririk. Daha sonra isə onların location'ını veririk. Həmən smart dimension'dan istifadə edib overall dimensionları verək. Buranı verirəm. Overall dimensionları göstərmək üçün. Buradan ölçü verirəm. Hətta biraz yaxınlaşdıraq, daha düzgün, daha rahat görsənsin. Bu şəkildə overall dimensionlarımı biraz düzəldirəm. Daha sonra keçirəm. Digər overall dimension'ı vermək üçün buradan bir şəkildə ölçümü qoyuram. Overall dimensionlarımı bitirdiyimə görə artıq keçid edə bilərəm bunların extrude boss və ya katlarına. Həmən smart dimension'dan buranı, yəni extrude kat oldu deyə düşünüb buranın ölçülərini verək. Dediyim kimi, burada çox baş qarışıqlığı eləyib, yəni fikirləşməyə də ehtiyac yoxdur. Normal ölçüləndirmədir. Yəni, illa düşünməyin ki, burada extrude bossumuz, extrude katımızın ölçüləndirməsi necə olacaq? Mən deyərdim ki, bunun ən sadə yolları horizontal və vertikal olaraq ayırın. Məsələn, horizontal ölçülərini verdiyimi biz 60, 100 vermişik. Buradan bura qədər olan ölçünü verməyə ehtiyac yoxdur horizontal olaraq. Çünki 100-dən 60 çıxanda elə 40 olduğu bilinir. Sonra vertikala baxıram. 70 ölçüsü var, 30 ölçüsü var. Burada 40 olacaq və salam.
Horizontal və vertikal ölçülərimiz bitibsə, deməli modelimizin bu görünüşdən olan çöl xəttlərinin ölçüləri bitib bu şəkildə. Daha sonra burada olmuşkən elə buradan gələk biz filletimizə verək, ölçüləndirməsini eləyək. Sonra dediyim kimi, əgər extrude cut görürsünüzsə, gəlin burada hole colatdan istifadə edin. Gələk hole colatla da buranın ölçüsünü verək. Buradan gördüyüm kimi, əgər filletin mərkəzi ilə bizim bu extrude cutımızın mərkəzi eyni yerə düşürsə, o zaman bunun ölçüsünü verməyə ehtiyac olmur, mərkəzlər eyni yerə düşdüyü üçün. Amma burada gördüyüm kimi, mərkəzlər eyni yerdə deyil. Onun üçün bu hole'umuzun həm vertikal, həm horizontal ölçüsünü vermək məcburiyyətindəyik, location'ı bəlli etmək üçün. Düzdür, bu üçüncü stepdir, amma bu view'un üzərində bütün ölçüləndirməmi bitirib, o şəkildə digər view'ya keçməyi qərar aldım, bu şəkildə irəlilədim. Daha sonra buradakı ölçüləndirməmiz bitdiyi təqdirdə keçirik artıq bu görünüşdəki ölçüləndirmə. Yenə burada da bunların ölçülərim, yəni horizontal olaraq düşünürəm. Horizontal ölçülərimi verdim. Buranı 60 verə bilərsiniz, yenə fərqi yoxdur. Verməyə də bilərsiniz. Verib daha rahat şəkildə onların anlamasını göstərə bilərsiniz. Burada digər başqa bir ölçüləndirməmiz nədir? Buradan bura qədər olan ölçü, yəni vertikal olaraq düşünsək, bu ölçü bizə lazımdır. Daha sonra bir də bu 30 ölçümüz var idi. Burada göstərdiyim üçün eyni yerə gəlir düşür, belə deyək. Eyni yerin ölçüləndirməsi olduğu üçün gəlib buradan 30'u göstərməyə artıq ehtiyac yoxdur. 20'ni göstərmişik. Buradan gəlib üzərinə klik edib bu şəkildə hidden line'ları göstərə bilərsiniz. Əgər göstərəcəksinizsə, buradakı center yerləri mütləq şəkildə qoymalısınız. Center yerləri gəlir bura düşür. Yəni center line'larımızı qoymalıyıq ki, burada bəzən belə sıxıntılar ola bilər. Okay. Bu şəkildə 2 dənə center line'ımızı qoydum. Çünki buradakı hole gəlir, deşir, keçir bu şəkildə. Bura düşür. Hətta bunun yerini səhv qoya da bilərəm. Baxaq görək mərkəzlər üst-üstə düşürmü? Gördüyüm kimi mərkəz üst-üstə düşmür. Deməli düzgün yerə qoymamışam bunu. Həmən bunu düzəldək. Hətta bunu görmək istəyirsinizsə, mərkəzlərin üstə düşüb düşmədiyini bilmək istəyirsinizsə, gəlin normal bir center line seçin, belə deyək. Sonra gəlin buradan, məsələn, bura bir xətt çəkdiyiniz zaman görürsünüz, mərkəzlər üst-üstə düşmür. Deməli, o bizim center line'ımız deyil əslində. Centerimiz olan yer əslində burayla bu şəkildə çəksək, bura düşür. Dediyim kimi, əgər hidden line'ları göstərib bu şəkildə eləyəcəksinizsə, center line'ları göstərməyə ehtiyac var. Amma burada çox aydın şəkildə görsəndiyi üçün illa hidden line'ları da göstərim, hər şey bilinsin deməyə ehtiyac yoxdur. Okay, bu modelimiz bu şəkildə. Bunda gəlirik, Ctrl S ilə save edirik. Dediyim kimi, eyni adda heç bir fərq olmadan bu şəkildə save edirsiniz. Keçək bir sonraki modelimizin çəkiminə. Bir sonraki modelimizin çəkiminə davam etsək, bu modelimiz necədir? Həmən bunu sizə göstərim. Ctrl Tab ilə modelimizə dönürəm. Bu şəkildə 3D-də çəkdiyimiz bir model idi. Bunun texnik rəsmini həmən çıxardaq. Gələk buradan yenə eyni metodika front plane'i gətirirəm. Sürüsayın, okay. Front plane'i gətirirəm. Daha sonra yenə eyni top, right və izometrik olaraq bu görünüşlərimi gətirməliyəm ki, rahatlıqla modelimi düzəldə bilim. Daha sonra bunu biraz böyüdə bilərik. Məsələn, burada gördüyüm kimi yenə 1-in 2-yədir. Gəlib bunu 1-in 1 edək. Modelimiz biraz daha böyüsün. Həmən rəngləndirək izometrik görünüşü. Okay. Daha sonra bunları bir-birindən biraz aralı edək. Bu şəkildə etsək, bəs eləyər biz əslində. Bunu da bura çəkək hətta. Okay, yenə ölçüləndirməmizə başlayaq. Ölçüləndirməmizdə mən görürəm ki, bu görünüşdən istifadə edərək 2 overall dimension'ımızı rahatlıqla burada verə bilərik. Həmən onun ölçüləndirməsini edək. Smart dimension'dan istifadə edib buradan enin uzunun həmən
bu şəkildə verə bilərik. Hemen biraz səliqəyə salaq buraları. Hətta bunu biraz bura çəkib aşağı edə bilərik. Okay. Daha sonra isə hündürlüyün overall dimension lazımdır bizə. Hündürlüyü buradan veya bu görünüşdən verə bilərik. Məsələn, gəlib Smart Dimension'da buradan bura qədər ölçünü verməyə çalışsam, gördüyünüz kimi mərkəzdən götürür ölçünü. O zaman ölçünü bu şəkildə qoyun. Heç bir problem yoxdur. Sonra klik eləyin ölçünün üzərinə. Daha sonra Leaders'a keçid eləyin. Daha sonra bunu maksimum edin. Hal-hazırda center'dan götürüb minimum etsək necə olacaq? Bu çevrəni xəyali bir çevrə olaraq təsəvvür edir və ən aşağı nöqtəsindən bizim modelimizin aşağı nöqtəsinə qədər bu şəkildə ölçüləndirməni edir. Bizə maksimum lazımdır. Maksimum şəkildə qoyuruq və OK basırıq. Yenə dediyim kimi klik edirsiniz. Sol pəncərədə Leaders'a keçid edirsiniz və bu şəkildə dəyişə bilirsiniz. Sonra OK vurub bu şəkildə overall dimension'ımızı ölçüləndirməmizi yəni bitirirəm. Daha sonra yenə keçid edirik bizim modelimizin extrude boss və ya katlarına. Həmən bir görünüş seçib və oradan davam etməyə çalışıram. Məsələn, bu görünüşə baxsam, əvvəlcə bu görünüşdə başlayaq bu hissəni verməyə, yəni buradakı fillet'ı. Smart Dimension'ımızdan həmən bu fillet'ı verirəm. Burada gördüyünüz kimi, burada bu fillet'dan 2 dənədir, bir dənə deyil. 2 dənə olduğu üçün biz burada 2x yazmaq məcburiyyətindəyik. Bu şəkildə 2x qeyd edirik. Daha sonra bizim burada holumuz var. Buradan annotation'a keçid edib, hol colatdan gəlirəm. Bunu da bu şəkildə ölçüsünü verirəm. Daha sonra bu holun position'ı lazımdır. Yəni verirsəniz daha yaxşı olar bu position'ın nə qədər yuxarıda və ya aşağıda olduğu bilinsin. Gəlib buradan bura qədər də verə bilərsiniz və ya ən yuxarıya qədər də verə bilərsiniz və ya aşağıya qədər də verə bilərsiniz. Belə deyək. Bu şəkildə versək məncə bəs eləyir. Okay. Bu ölçüləndirməmizi də belə qoysaq, biraz daha bu şəkildə çəksək. Hətta bunların yerlərini də dəyişə bilərik. Okay. Bu şəkildə ölçüləndirməmizi edirik. Daha sonra keçid edirik. Buradakı artıq ölçüləndirməmizə. Çünki burada artıq bir şey qalmadı. Bu xəttlərdən ölçüləndirmə verməyin. Çünki aydın olmur. Bu xəttlər hara düşür tam olaraq burada? Aydın olmaya bilir. Onun üçün gələk burada ölçüləndirməmizi verək. Yenə burada bir holumuz var. Həmən bu holu və bu fillet'ı ölçüləndirməsini edək. Bu fillet'ımızın ölçüləndirməmisi bu şəkildə qoya bilərik. Daha sonra yenə annotation'dan hol colatdan bunu da bu şəkildə qoya bilərik. Burada true olmağı bizə göstərir ki, tamamilə kəsib keçib və ya buradakı true bizə o bilgini verir. Dediyim kimi hol colatdan istifadə edin. Çünki Smart Dimension'dan bunu ölçüləndirməsini versəm true yazısını yazmayacaq oraya. Gedib manual yazmaq məcburiyyətindəsiniz. Ümumiyyətlə, hollar gördüyünüz təqdirdə hər zaman hol colatdan istifadə edin. Daha sonra yenə bunun position'ı lazımdır. Gəlib bunun position'ını veririk. Bu şəkildə position'ını qeyd edə bilərik və ya gətirib burada çəkə bilərik. Eyni yerdə göstərsin deyə. Okay. Burada bitdiyinə görə artıq horizontal və vertikal olan ölçülərdə bu kəsiyi göstərə bilərik. Həmən gələk ölçüləndirməmizi birinci vertikal olaraq buradan bura qədər olan məsafəni verək. Biraz daha mərkəzə çəkək bunu. Daha sonra bizə lazım olan bunların horizontal ölçüləndirməsi. Bu şəkildə ölçüləndirməmizi verə bilərik. Biraz daha modelimizi səliqəyə salaq. Okay. Bu şəkildə ölçüləndirməmizi verə bilərik və artıq bir dəfə belə üzdən yoxlasaq və biləcəyik ki, bizdə hər hansısa bir ölçüləndirmə qalıbmı yoxsa yox. Həmən yoxlama metodikasında deyim sizə, yəni steplərlə eyni təkrar edək. Overall dimensionlara baxırıq. 62-64. Okeydir burada. Gələn burada 122 ölçüləndirmə. Bu da əla, süper. Overall dimensionlar bitdi. Daha sonra keçirəm extrude katlarıma və ya bosslarıma. Extrude katdan buradan ölçüləndirməmi görə bilirəm. Yəni bir view seçirəm, oranın birinci bütün ölçüləndirməsinə baxıram.
Gəlirəm burada filletimiz var. Verilib mi? Verilib. 2x olduğu bildirilib. Daha sonra whole colatımız verilib. Position da verilib. Vəssalam. Bu görünüşümüz bitdi. Keçirəm bu görünüşümüzə. Yenə fillet verilib mi? Verilib. Fillet'da neçədəndir? Bir dənədir. Onun üçün göstərmə ehtiyacı yoxdur başqa. Daha sonra whole colatımız verilib. Position da verilib. Bu şəkildə. Daha sonra buradan yenə extrude katımız var. Gəlirəm bura. Horizontal olaraq 16, 16, 30 verilib. 74 da verilib. Və bu şəkildə tamamilə ölçüləndirməmiz bitib. Okay, gələk bunda Ctrl S ilə həmən save eləyək. Daha sonra keçək yenə bir sonraki modelimizə. Yenə bir sonraki modelimiz bu şəkildədir. Bu modelimizin həmən drawinginə keçid edirəm. Mən artıq görünüşləri vermişəm bu şəkildə. Dediyim kimi front, top, right və izometrik olaraq 4 görünüşümü vermişəm. Daha sonra modelimizi yavaş-yavaş başlayıram incələməyə. Modelə getdiyim zaman modelin içərisinin bu şəkildə oyuq olduğunu görürəm. Yəni içəridə bu şəkildə kəsim var. Biz frontdan baxdığımız təqdirdə bunu görə bilmirik. Yəni bunun içərisini göstərəcək ya hidden line'lar lazımdır bizə. Amma hidden line'lar biraz daha riskli, anlaşılması biraz daha risklidir və çətindir. Və hidden line'lar üzərindən dimensionlar vermək heç məsləhət deyil. Məsələn, gəlib burada hidden line'ı çevirsəm, görsənəcək. Amma bunlar üzərindən dimension vermək o qədər məsləhətli deyil. Bəzi sorunlara gətirib çıxarda bilir. Çünki bu modellərimiz sadə olsa da, gələcəkdə çox kompleks modellərlə işləyəcəyimiz üçün hidden line'lar üzərindən dimensionlar vermək bizi və qarşıdakı insanı, yəni istehsal edəcək insanı çaşdıra bilir. Onun üçün həmən gələm hidden line'larını gizləyirəm. Burada ən məsləhətli yöntəm section view götürmək olar. Yenə section view'nu göstərmişdim sizə. Bir də göstərirəm. Buradan section view'a klik edirik drawing hissəsindən. Gəlib bunun tam ortasından götürəcəyik ki, biz görə bilək hardadır bizim modelimizin dərinliyi və ya buradakı içərisinin oyuğu. Gəlib buradan gördüyünüz kimi burada bu şəkildə idi. Mən horizontala çevirdim və bu şəkildə ortadan klik edirəm, OK basıram. Bu şəkildə görünüşümü çıxardıram. Gətirib bunda bura qoyuram. Yenə burada ikinci bir görünüş çıxarda bilərəm. Məsələn, section view verib buradan da bir görünüş çıxarda bilərəm. Bu şəkildə verərəm. Amma ehtiyac yoxdur. Bu görünüş bizə lazım olmayacaq. Hətta front view'umuz da bizə lazım olmayacaq. Çünki front view'da olan hər şeyi zaten buradan verə bilirik. Onun üçün bunu da delete edib bu şəkildə silirəm. Gətirib bunu bura qoyuram. Gördüyünüz kimi bu boşda qalır. Çünki front view ilə əlaqəli idi. Həmən right click edirəm, alignment deyirəm, horizontalda deyirəm. Çünki horizontal olaraq biz bunu alignment eləməliyik. Horizontal by center. Sonra gəlib bunu seçirəm. Artıq bu da əlaqə verdi. Yuxarı aşağı edə bilmirəm artıq. Okay, bu şəkildə. Biz bütün görünüşlərimizi əlaqələndirdiyimiz zaman, bu arada bu section view'nu sildiyimiz zaman belə bir xətt qala bilir. Aşağıdakı section view'nu sildiyimiz. Bunu bu şəkildə gəlib delete eləyin. Gedəcək o. Okay. Yavaş-yavaş ölçüləndirməmizi verməyə başlayaq. Yenə eyni metodika ilə heç bir dəyişiklik olmadan ölçüləndirməmizi edəcəyik. Bu görünüşün biraz böyütmək olarmı? Olar əslində. Baxaq həmən 2-nin 1 edək. Görək necə görsənəcək. Gördüyünüz kimi bu dəyişmədi. Səbəbi isə bunun aşağı gəldiyiniz zaman custom scale-ə keçid olmalıdır. Bunu shift scale eləməyi yaddan çıxarmayın. İzometrikdən başqasının hər zaman shift scale olsun. Bu şəkildə shift scale eləyin. Sonra gələk bunu da dəyişək. Həmən shift scale və bunu da dəyişək. Shift scale. Okay. Görək bu nə qədər böyüdü. Bu biraz çox böyük olacaq. Ölçüləndirməmizdə bizə sorun yaşada bilər. Onun üçün gəlib bunu 1-in 1-ə çevirirəm. Avtomatik olaraq hamısı dəyişir görürsünüz. Shift scale-in önəmi budur əslində. Gələm bunun üzərindən overall dimensionlarımı verirəm. Həmən smart dimension'a keçid edib overall dimensionlarımı verirəm. 2 overall dimension'ımı bunun üzərində verəcəm. Dediyim kimi overall dimensionları maksimum şəkildə 1 və ya 2 görünüş üzərində verməyə çalışın. Hündürlüyü burada verə bilməyəcəyimə görə
gələm hündürlüyü burada qeyd edirəm. Bu şəkildə overall dimensionlarımı bitirmiş olam. Daha sonra bu extrude'lara keçəcəm. Burada başlaya biləcəyim ən yaxşı yer filletlər və buradakı deşiklərdir, hollardır. Məsələn, gələk buradan fillet'ın bir ölçüsün, məsələn, buradan verək. Fillet'i bura qoyaq və 4 dənə olduğunu bilirik fillet'ın. Bu şəkildə 4x qeyd edək, OK basaq. Daha sonra holumuzun ölçüsünü verək həmən. Annotation'a hol colatı keçid edirəm. Hətta gəlib buradan verə bilərəm. Bura qoyuram, true olduğunu göstərir avtomatik olaraq. Sonra buna da yenə 4x vermək məcburiyyətindəyik. Bu şəkildə 4x veririk. Gələcəkdə bu 4x'ları da verməyəcəksiniz. Onu da avtomatik olaraq çıxardacaq. Onu irəli səviyyə SolidWorks-da sizə göstərəcəm. Necə vermək olar ki, tamamilə özü ölçülərini tapsın. Məsələn, tutaq ki, 10 dənə fərqli holumuz olacaq bir modelin üzərində və hamısından da məsələn 6-7 dənə olacaq. Biz onları bir-bir gedib orada tapıb hesablamağımız falan çox vaxt ala bilir. Avtomatik olaraq onların hamısını çıxardacaq. Bunların hamısını görəcəyik. Daha sonra bunun horizontal və vertikal ölçüləndirməsini edək bu hollarımızın. Gəlirəm, birinci bu şəkildə horizontal qoyuram. Daha sonra vertikal ölçüləndirməmizi də burada edə bilərik. Bu şəkildə qoyuram. OK. Daha sonra dediyim kimi bunun buradan olan horizontal vertikal ölçülərini də verə bilərsiniz. Yəni positionları necədir, onu da verə bilərsiniz. Əslində mərkəzdə olduğu da biraz bilinir. Yəni mərkəzdə olduğuna görə simmetrik qoyulur. Amma simmetrik olduğunu bildirən bir işarə olmadığı üçün gəlib bunları silin. Birinci. Dediyim kimi, əgər çoxlu hol varsa, gəlib center markdan bu şəkildə, yəni manual olaraq qoyun və multiple eləyin, birli olmasın. Bir-bir arasına əlaqə versin ki, bunların eyni hizada olduğu bəlli olsun. Yoxsa 32 ölçüsünü burada da vermək məcburiyyətindəsiniz. Çünki eyni hizada olduğunu bildirmirsiniz siz. 1 milli yuxarı aşağı ola bilər. Qarşıdakı insan onu anlamaya bilər. Gəlib buradan bura bu şəkildə 5 ölçüsünü verə bilərsiniz. Daha sonra yenə eyni yerdən buradan bura 6.5 ölçüsünü verə bilərsiniz. Və artıq buradan hər şey bəlli olur. Buradan 5 olduğu üçün burada da 5 olmalıdır. 6.5 olduğu üçün burada da 6.5 olmalıdır. Aralarındakı center line'lara görə. Bu şəkildə verib bitirdikdən sonra sonradan keçid edib biz ortadakı hissənin, yəni ortadakı holumuzun ölçüləndirməsini eləyə bilərik. Həmən gələm hol colatdan əvvəlcə bu şəkildə ölçüləndirməsini verirəm. Daha sonra mərkəzdə olub-olmadığını bildirməliyəm mən bunu. Burada necə eləyə bilərəm? Gələrəm, buradan bura qədər olan ölçüsün bu şəkildə qoya bilərəm və ya gətirib bu şəkildə qoya bilərəm. Daha sonra artıq buradan da olan ölçüləndirməni verə bilərsiniz və ya əslində verməyinizə də ehtiyac olmaya bilər. Rahatlıqla anlaşıla bilər. Amma dediyim kimi yenə eyni metodikadan istifadə edib burada da bu ölçüləndirməni verə bilərsiniz. OK, bunların üçünü də seçsəm mən bu şəkildə. Sonra move elədiyim zaman üçü də bir yerdə move eləyəcək. Bu şəkildə biraz daha bir-birini aralayıb sərgəlala sallı. Daha sonra buradakı extrude boss'umuzun ölçüləndirməsini də burada verə bilərsiniz. Smart Dimension'dan istifadə edin. Bu arada bu düzgün şəkildə çəkilmiş extrude olmadığı üçün true işarəsini qoymadı hol colatda. O zaman nə etmək lazımdır? Gəlin klik eləyin bura. Gəlin bunun ən sonundakı true'nu Ctrl-C eləyin. Daha sonra gəlin buna klik eləyin. Gəlin burada space basın və Ctrl-V eləyin. Manual olaraq true'nu əlavə edirsiniz. Belə deyək. Daha sonra yenə dediyim kimi ölçüləndirməsini burada da eləyə bilərsiniz. Smart Dimension'dan bu şəkildə 25 olaraq bildirə bilərsiniz. Bunu burada saxlaya bilərsiniz. Daha sonra vertikal və ya horizontal ölçüləndirməsini təbii ki bir vertikal qalacaq. Onları pozisiyaları göstərə bilərsiniz. Həmən burada baxıram. Başqa ölçüləndirməmə ehtiyac yoxdur.
Keçid edirəm bir sonraki görünüşümə. Burada da horizontal, vertikal olaraq ayırıb yenə ölçüləndirməni edirəm. Bunu biraz aşağı çəkək. Əvvəlcə gəlin bunun içərisi oyulmuş hissələrin ölçüləndirməsini eləyək. Yəni birinci oyulmuş var, bir də içərisində bir dənə oyulmuş var. Hətta burada da göstərə bilirik onu. Bu arada bu görünüşə əslində bizdə heç ehtiyac yoxdur. Bu görünüşü buradan silirəm. İstifadə etməyəcəyik. Bunu aşağı sallam. Daha sonra bir view daha çıxardacağıq. Onu da nə üçün çıxardacağıq sizə göstərəcəm. Yenə Smart Dimension'dan gəlib burada bu tam hole, bu hole deyil. Yaddan çıxarmayın. Bu hole olaraq qoymaq istəsəniz hole colatdan istifadə eləməyin. Çünki bu extrude boss'dur. Yəni bu burada gördüyünüz kimi tam çevrə deyil. Bu şəkildə hole qoyulmayıb. Onun üçün Smart Dimension'dan istifadə edib həmən gəlirəm. Bu ölçüləndirməmi verirəm əvvəlcə. Daha sonra bu ölçüləndirməmi verirəm. Okey. Bunu gördüyünüz kimi burada radius olaraq qeyd edib. Amma biz burada çevrə olaraq da qeyd edə bilərik istəsəniz. Bura klik elədiyiniz zaman keçid edib. Təbii ki, bunu belə bu şəkildə tam çevrə olaraq da qeyd edə bilərsiniz. Amma təbii ki, burada çevrə tamamlanmadığı üçün radius olaraq da saxlaya bilərsiniz. Yəni bunun manual dəyişmək olur. İndidən bunun da məlumatını sizə verim. Bu şəkildə ölçüləndirməmizi edirik. Bunu biraz aşağı çəkək. Dediyim kimi bu printerdə yəni bu xəttlər biraz daha qalın çıxacağı üçün yəni bəzi printerlər yaxşı olmaya bilər. Onun üçün bunları maksimum dərəcədə xəttləri və ya ölçüləri bir-biri üzərində saxlamamaq lazımdır. Bizə burada aydın görsənə bilir, amma printerdən bəzən aydın çıxmaya bilir. Tamam, yavaş-yavaş irəliləyək bunun horizontal və ya vertikal ölçüləndirməsinə. Gəlirəm buradakı hissənin ölçüsünü verirəm. Daha sonra burada bir ölçümüz var ki, bu extrude boss'umuzun ölçüləndirməsidir. Məsələn, bu extrude boss'umuz nə qədər aşağı gedir, bunun ölçüləndirməsini vermək olar. Buradan gəlib belə bir ölçüləndirməsi eləsəniz, qəribə bir ölçü çıxacağını görəcəksiniz. 32.69. Bizə amma bu lazım deyil. Bizə bu çevrə tam olaraq bu şəkildə tamamlanıb, belə deyək. Tamamlandıqdan sonra bu ucu nöqtəsində olan nöqtə ilə bu aşağı hissəsində olan xəttin məsafəsi lazımdır. Bunu necə eləyə bilərik? Gəlin həmən buna hidden line-ları göstərin. Hidden line-ları göstərdiyiniz təqdirdə gəlin birinci sınayın ki, bunun tam ucuna qoya bilirsinizmi bu ölçünü? Görürsünüz, heç türlü seçmir, yəni mümkün olmur seçmək. O zaman nə etmək lazımdır? Gəlin həmən skecə nöqtəni seçsin. Daha sonra bunun tam mərkəzinə yaxınlaşdığınız zaman zaten nöqtə çıxacaq. Bura bir dənə nöqtə qoyun bu şəkildə. Daha sonra Smart Dimension'a yenə keçid edib gəlin buradan bura qədər olan ölçünü 35 olaraq verin. Eski bastığım üçün çıxdı. Okey, belə bir pəncərə çıxacaq. Buna okey basın və salam. Biraz uzaqlaşdıraq və bu şəkildə ölçümüzü tamamlayaq. Daha sonra hidden line-ları göstərdiyiniz üçün burada da bunlar çıxa bilər. İstəsəniz gətirib buradan center line-lar əlavə edə bilərsiniz bura. Həmən keçid eləyək annotation-a. Bu şəkildə center line-larımızı əlavə edə bilirik. Okey basırıq və salam. Okey. Buranın ölçüləndirməsini veririk və mərkəzdən olan ölçüsünü də verə bilərik. Buradan gördüyünüz kimi bu da bizim bir kəsilmiş çevrəmiz olduğu üçün, yəni bir hole funksiyasını daşıdığı üçün gəlib burada center line verin. Daha sonra bunun tam mərkəzdə olduğunu göstərmək üçün bu şəkildə ölçü verə bilərsiniz. Yəni bilinsin ki, bu tam mərkəzdədir. Ümumilikdə ölçümüz 100-dür. Yarısında, yəni tam mərkəzdə 50-dədir. Yəni buradakı 1.50 ölçüsünü silirəm. Biraz qarışıqlıq olmasın deyə. Burada göstərirəm həmin o 50 ölçüsün. Amma bu 22.5-i saxlayıram burada. Çünki burada göstərə bilmirəm. Daha sonra bizdə kiçik bir sorun var. Onu göstərmək lazımdır. Bunun içərisində bir oyuq var. Yəni biz buna hidden line desək, burada gördüyünüz oyuq var və onun ölçüsü lazımdır. Burada göstərsək biraz qarışıqlıq ola bilər. Çünki çox ölçümüz var. Dediyim kimi, yenə nə edə bilərik?
Buradan bir section view aldığımız kimi buradan da birini ala bilərik. Yenə keçid edirik section view'a. Bu sefer horizontal değil vertikala keçid edib buradan tam mərkəzdən bir section view götürürük. Bura bu şəkildə qoya bilərik. Buradan həmin o oyuğun ölçüləndirməsini edə bilərik rahatlıqla. Zaten burada radiusunun 20 olduğunu göstermişti. Yani Smart Dimension'dan buradan bura kadar olan mesafəni yenə göstərə bilərsiniz. Ama bizə əsas önemli olan bu ölçüləndirmədir. Bu ölçünü veririk. Bir de buradan bura kadar ölçünü verək ki, tamamilə mərkəzdə olduğunu bildirək. Verə də bilərsiniz, verin edə bilərsiniz. Heç bir önemi yoxdur. Çünkü burada zaten mərkəz ölçüləndirməsi olduğunu göstermişik. Bu şekilde modelimizi tamamlayabiliriz. Gelip buradan 31'i silip buradan 7 verebilirsiniz. 2 tane 7'ni gösterirsiniz. Bu şekilde de edebilirsiniz. Yine dediğim gibi modeling bir yani result olacaksa en sonda aynı model olacaksa. Drawing gösterme stilleri ama farklı olabilir. Yani bir növ sizin işlediğiniz şirkette nasıl olabilir? Oradaki insanların işleme stilleri nasıl olabilir? Her şirketin buna uygun politikalar var, belə deyək. O metodikalar var. Ondan istifadə edib bu şəkildə irəliləyirlər. Bu model üzərindən deyəcəklərim də bu qədər. Ctrl S eləyək həmən. Okay, bunu da save eləyirik. Yenə dediyim kimi bu təkrar modellərdir. Yəni hansı ki 3D-də etdiyimiz sadəcə bunların çəkim stillərini də, texniki rəsm stillərini də göstərmək istəyirəm ki, gələcəkdə çox böyük faydaları olacaq. İndi yavaş-yavaş keçək yeni dərslərin və modellərin izahına. Sizə yeni və fərqli texniki rəsm düzəltmə metodikası göstərəcəm. Həmən keçək bir sonraki modelimizə. Okay, ilkin olaraq bu modelle başlayaq. 3D-də çəkdiyimiz, Rev'dən istifadə edib çəkdiyimiz bir modeldir. Bu modelin texniki rəsmini göstərdiyimiz zaman dediyim kimi qayda olaraq hər zaman 3 görünüş göstərmək məcburiyyətində deyilsiniz və ya 2. Yəni bir görünüşdən belə bütün ölçüləndirməni verə bilirsinizsə edə bilərsiniz. Məsələn bu görünüş bizdə burada gördüyünüz izometrik görünüş də ola bilər. Bu arada bunlar arasındakı fərqləri həmən sizə göstərim. İzometrik, dimetrik və trimetrik ölçüləndirmələr var burada. Bir də burada current'ımız var. Yəni hal-hazırdakı pozisiya nədirsə, məsələn bu şəkildə qoyaq. Tam bizə bu şəkildə baxsın. Bu pozisiyada ölçüləndirmə etmək istəyirsinizsə, Ctrl təblə geri qaydıram. Drawing'imi açıram və buradan refresh eləyin. Bu görünüş dəyişəcək. Refresh elədiyiniz təqdirdə. Gördüyünüz kimi bu şəkildə current görünüşünü də bura gətirə bilərsiniz. Yəni hazırki görünüşüdür. Sizin modelde qoyduğunuz. Və həmən göstərək. Burada bir center line-dan istifadə etsəm. Məsələn, bu şəkildə qoyaq. İzometrikdə əsasən bu angle 30 dərəcə olur. Və bu tərəfdə də çəksəm bir 30 dərəcəlik angle-la bizə görünüşlər verir. Məsələn, dimetrikə həmən baxaq. Yenə dimetrikə baxdığımız zaman bu angle 15 dərəcə bu şəkildə olur. Hətta bunları belə qeyd eləyək. Sizə göndərərəm bunları. Bu şəkildə. Yəni digər tərəfdən də yenə eyni olacaq. 30 dərəcəlik. Yəni 30 dərəcəyə bucaq altında bizə göstərir. Yenə burada belə bir xətt çəksək, Smart Dimension'ımıza keçid elədiyimiz zaman burada əslində 45 dərəcə olmalıdır. Bura düzgün şəkildə yəqin verilməyib. Ya da bu modelimizdə bəzi kiçik sıxıntılar ola bilər. Burada normalda 45 dərəcə olur. Belə deyək. Hemen qoyaq. Bunları öyrənmənin önəmi varmı? Xeyr, heç bir önəmi yoxdur. Sadəcə izometrik, dimetrik və trimetrik görünüşlərindən də istifadə edə bilərsiniz. Onu məlumat vermək üçün sizə göstərdim bunları. Həmən belə bir metodika deyim sizə. Bütün ölçüləndirmənizi əslində 3D görünüşdə də verə bilərsiniz. Bu ölçü niyə belə elədi? Bunlar biraz yuxarı tərəfə qoyaq.
bizə mane olmasın. Bütün ölçüləndirməmizi 3D üzərində də verə bilərik. Necə verə bilərik? Məsələn, dediyim kimi, eyni metodikadan istifadə edəcəyik. Ölçüləndirməmizin stepləri eyni olacaq. Amma 3D üzərindən verəcəyik. Smart Dimension'a keçid edirik həmən. Əvvəlcə overall dimensionlarımızı verək. Necə verirdik? Gəlirdik, bu xəttə klik edirdik. Bu şəkildə overall dimensionlarımızı verə bilirdik. Gördüyünüz kimi. 2D-də necədirsə, 3D-də də eyni şəkildə qoya bilirsiniz. Əgər məsələn, deyirsinizsə bu yuxarı doğru çıxmasın, gəlin silin bunu. Yəni bu şəkildə çıxsın. Buradan bura qədər xətti seçin və ən məsləhətlisi budur zaten. Və ya bu xətlə Smart Dimension'da bu xətlə bunu seçdiyiniz təqdirdə Smart Dimension'a keçid eləmədi. Okay. Bu şəkildə seçdiyiniz təqdirdə 2 overall dimension verə bilirsiniz və 3-cü overall dimension'ı yenə buradan gəlib verə bilərsiniz. Bu şəkildə overall dimensionlarımızı bitirdik. Daha sonra yenə extrude bosslarımızın dimensionlarını keçid edirik. Bu ortadakı hissənin əvvəlcə ölçüsünü verək. Buradan bura qədər seçirəm. 20 olaraq qeyd edirəm. Daha sonra bunun qalınlığını verək. Məsələn, yenə bu şəkildə göstərir. Gəlin 2 xətti seçin. Bəzən belə bir sıxıntılar verə bilir. Problem deyil. Gətirin qoyun. Burada da çox aydın şəkildə göstərir. Gördünüz mü? Avtomatik olaraq özü dəyişə bilir bunu. Bəzən olur ki, görünüşləri fərqli şəkildə verə bilir. Bu dediyim kimi biraz daha modelimizin, düzəltdiyimiz bu modelin çəkmə texnikasından asılıdır. 3D-də dimensionları idarə etmək biraz çətin ola bilir bəzən. Amma dediyim kimi çox rahatlıqla anlata bilərsiniz. Qarşı tərəfə də sadəcə bu görünüşdən bütün dimensionları. Daha sonra bunun pozisiyaları lazımdır. Gəlirik buradan bura qədər 10, yenə buradan bura qədər 10 pozisiyasını verə bilərik. Yenə bunun hündürlüyü bizə önəmlidir. Yəni bu nöqtədən, məsələn bu xətti seçsəniz, təbii ki seçə bilməyəcəksiniz. Çünki bir-birinə paralel deyil. O zaman gəlin Smart Dimension'dan bu nöqtəni seçin və buranı seçin. Bu şəkildə 20 ölçüsünü verə bilərsiniz. Bunu da bu şəkildə qoya bilərik. Hətta belə də qoya bilərik. Okay. Bu şəkildə verdiyiniz təqdirdə bütün ölçüləndirməni eləyib qarşı tərəfi rahatlıqla bilgiləndirə bilərsiniz ki, necə olacaq. Bizdə qalan nə oldu? Sadəcə bu fillet oldu. Fillet'in ölçüləndirməsi. Bu fillet'da fərqli bir şey qabağınıza çıxacaq. Məsələn, Smart Dimension elədiyimiz zaman true olaraq yazır. Yəni, gerçək ölçüsü. Yəni, demək istəyir ki, bu proyeksiyada olan ölçüsü, bu arada bura gələk, klik edək, bu şəkildə göstərsin. Demək istəyir ki, bu proyeksiyada olan ölçüsü əslində bunun 10 deyil. Amma mən sənə gerçək ölçüsünü verirəm. Bunu heç vaxt klik edib proyeksiya ölçüsünə dəyişməyin. İndi burada çıxmır. Leaders'da bəlkə çıxa bilər. Sən xatırlamıramsa 2020-dən aşağı modellərdə bunun proyeksiyada dəyişmək olurdu. Yəni bunun proyeksiya falan dəyişməyə heç ehtiyac yoxdur. Bizə gerçək ölçüsü lazımdır. Zaten texnik rəsmi çıxarmamızın məqsədi istehsala uyğun olaraq ölçüləndirmə verməyimizdir. Bu şəkildə bütün ölçüləndirməmizi edə bilərik. Daha sonra keçək bir sonraki modelə və yeni bir şey yenə öyrənək. Belə bir modellə davam edirik. Bu modelimiz bizim yenə 3D-də istifadə etdiyimiz linear komutundan istifadə etdiyimiz və çəkim etdiyimiz bir modeldir. Məsələn, bu modeldə ölçüləndirməni necə eləyəcəyik, pozisiyaları necə göstərəcəyik. Çünki gördüyünüz kimi burada çox, yəni hətta belə deyək, bu olaraq düşünməyin, bunun daha çox olan versiyasını düşünün, bu extrude bossların. Burada çox extrude boss var və ölçüləri bir-birinə bərabərdir. Bu şəkildə olduğu təqdirdə necə ölçüləndirmə edəcəyik, həmən onu görək. Bunun texnik rəsmini çıxartdığımız zaman belə bir görünüşlər create eləmişəm. Front, top və izometrik olaraq right görünüşə ehtiyac yoxdur, çünki tamamilə eynidir. Burada nə edirik? Əvvəlcə overall dimensionlarımızı veririk. Önəmli olan bunlardır.
Gəlirik, hündürlüyü buradan veririk. Çünki overall dimensionımız buradandır. Daha sonra yenə dediyim kimi Extrude Boss'un sadəcə küncdə olanı buradakın və ya buradakın verə bilərsiniz. Ölçüləndirməsini və pozisiyasını veririk. Gəlirəm, buradan həmən ölçüləndirməsini edirəm. Bu şəkildə və hündürlüyü də buradan verirəm. Bunu biraz aşağı çəkək. Həmən. Okay. İndi pozisiyasını vermək məcburiyyətindəyik. Gəlirəm, buradan pozisiyasını verirəm. Bura 10 olaraq yenə qeyd edə bilərəm və buradan bura qədər olan pozisiyası. Hətta bunu burada edə bilərəm. Biraz daha düzgün görsənsin, aydın olsun. Həmən bunları biraz aralayaq. Gəlirəm, Smart Dimension'dan istifadə edib buradan bura qədər. Hamısı eyni olduğu üçün hardan verməyinizin heç bir fərqi yoxdur, belə deyək. Biraz daha aydın olan yerdən versəniz, bu şəkildə daha yaxşı olar. Okay, bu şəkildə qoyursunuz. Daha sonra biz bunların bir-bir pozisiyalarını göstərmək məcburiyyətindəyik. Xeyr, heç bir pozisiyasını falan göstərməyəcəksiniz. Bəs necə göstərəcəyik bunun? Hamısının bir-birinə eyni olduğu, pozisiyasının eyni olduğun və neçə dənə olduğun. Gəlirik həmən buradan Annotation'da Table hissəsi var. Table'a klik elədiyiniz zaman General Table var. Sadəcə bunu öyrənəcəyik hal-hazırda. Qabaqda isə fərqli table növləri ilə tanış olacaqsınız. General Table'a klik elədiyiniz zaman sizdən Column and Row olaraq iki fərqli, yəni sütun və sıra olaraq iki fərqli ölçüləndirmə istəyir, yəni ədəd istəyir, belə deyək. Biz deyək məsələn 3'ün 3'ü olsun. OK bastığımız zaman heç bir fərqi yoxdur. Word'dəki və ya Excel'dəki. Bura klik eləyirəm. Klik elədiyim yerə gətirir, qoyur table'ı. OK bastıqdan sonra bu şəkildə bizə bir table verir. Bu table'da yenə istədiyiniz sıra və ya sütuna klik elədiyiniz zaman, məsələn C-yə klik eləyirəm. Buradan delete deyib column'u delete edə bilirəm, məsələn. Və ya yenə right klik eləyirəm. Yenə insert deyə bilirəm buna. Delete elədiyim kimi insert deyə bilirəm. Məsələn, right-na bir kolum əlavə elə. Bu şəkildə qeyd edə bilirəm. Və yenə eyni metodika. Buradan da insert və ya delete edə bilərsiniz. Biz məsələn burada necə edə bilərik indi? Deyə bilərik ki, bizim məsələn 10x, 10x və 10x'ın, bu arada bu x'ları böyük yazaq. X, 10x və 10x'ın bir kübümüz var. Bu arada qeyd etmədim onu ora. Bunun pozisiyası da bəllidir zaten. OK. Gələk bura, həmən yazaq. 10. Bura klik elədiyiniz zaman zaten yazabilirsiniz. Word'dən, Excel'dən heç bir fərqi yoxdur. Dediyim kimi OK basıram. Daha sonra row and column olaraq bura yazım. Məsələn, gəlirəm bura. Daha sonra aşağıya keçid edirəm. Burada yazaq row. OK. Yəni sıra və sütun olaraq qeyd etdim. Daha sonra məsələn buna ehtiyacımız varmı? Gördüyüm qədərilə buna ehtiyac yoxdur. Gəlirəm bunu column'u delete edirəm, table'ı deyil. Daha sonra burada məsələn nə yaza bilərsiniz? Count yaza bilərsiniz sayı olaraq. Neçədən olduğunu qeyd edə bilərsiniz. 6. Aşağı hissəyə də bu şəkildə 6 qeyd edək. Aşağıya keçid edək, 6 qeyd edək. Və buna da OK basaq. Və gətirib bunu bu şəkildə bura qoya bilərəm. Dediyim kimi bu table'ın istifadə elədiyiniz Excel'də, Word'dən heç bir fərqi yoxdur. Buradan götürüb move eləyə bilirsiniz. Bu hissədən böldürüb, yəni kiçildə bilirsiniz ölçülərin. Bu şəkildə qoya bilərsiniz. Bunu bu şəkildə hazırlayıb qarşı tərəfə göndərdiyiniz təqdirdə tamamilə anlaşılacaq. Yəni siz burada bildirirsiniz ki, ölçüləri bu şəkildə olan Extrude Boss'larımız var. Hündürlüyü bu şəkildədir. Daha sonra neçədən olduğunu bildirirsiniz. Vəssalam. Table'dan istifadədə bu şəkildə keçid edək bir sonraki modelimizə və fərqli bir
komutdan istifadəni görək. Okay, bir sonraki modelimizdə belə bir çəkim etmişəm. Yəni belə düşünün, taxtadan belə bir model hazırlamışam. Material taxta olacaq və bu modelimizin üzərində fərqli-fərqli hollar var, ölçüləri fərqli olan hollar var və pozisiyaları da bir-birindən fərqlidir və tam üzərində də bu şəkildə bir holumuz var. Burada öyrənəcəyimiz bu kimi taxtadan hazırlanan və ya fərqi yoxdur, metal ola bilər. Ölçüləndirməni necə verə biləcəyik texniki rəsmdə bunlar görəcəyik əsasən. Həmən keçid eləyək bunun texniki rəsminə. Okay, texniki rəsmdə sadəcə bunların görünüşlərini yaratmışam. Başqa heç bir dəyişiklik etməmişəm. Necə gəlibsə o şəkildə saxlamışam. Əvvəlcə necə eləyəcəyik? Onu sizə göstərim. Belə bir şey eləyək. Həmən. Burada gördüyünüz holların eyni pozisiyada olub-olmadığını dəqiqləşdirmək lazımdır əvvəlcə. Çünki üzərində gələn, əgər eyni pozisiyadadsa, yəni bu vertikal olaraq, üzərində gələn bu center line'lar bizə lazım deyil. Çünki bir-biri arasında əlaqə verilməlidir. Həmən modelimə məsələn keçid elədiyim zaman gəlib buradan da baxa bilərsiniz. Görə bilərsiniz məsələn eyni pozisiyada verilirmi, verilməyibmi. Amma heç buradan ehtiyac yoxdur. Əgər eyni pozisiyadadsa vertikalda, zaten center line'ı verdiğiniz zaman, məsələn gələk bunların hamısını silək, center line'ı verdiğiniz zaman, yəni multiply'dan söhbət gedir, onlar arasına əlaqə verəcək. Eyni pozisiyada deyilsə zaten verməyəcək. Gəlin seçin. Arasına əlaqə verilsə deməli eyni pozisiyadadır vertikal olaraq. Bu şəkildə hamısını seçirəm və OK basıram. Bu çox önəmlidir. Dediyim kimi, eyni xətt üzərində olduğunu bildirmək üçün bunlar arasında hər zaman center line'larla göstərmək lazımdır. Yəni center markları qoyduqdan sonra line'lar da arasında olmalıdır. Daha sonra belə bir modelimizi daha rahat şəkildə necə texniki rəsmi çıxarda bilərik? Həmən onu görək. Belə bir şey göstərim sizə. Əgər sənayedə işləyənlər varsa və ya fabrication'da fərqi yoxdur, belə bir modelin hazırlanmasında əgər manual olaraq bunlara bu deşiklər açılacaqsa, sizin gəlib bunların arasına bu şəkildə ölçü verməyiniz qarşıdakı insana maksimum dərəcədə pislik eləməyinizə gətirib çıxarda bilər. Səbəb nədir? Çünki yəni bununla bunun arasında məsafə, bununla bunun arasında məsafə verdiyiniz təqdirdə qarşıdakı insan əsasən necə edir? Bunu, bu hissəsini fix bir yerə qoyur, measure ilə, yəni measurementlə gəlir bura, alətlə qoyur ölçüləndirməni. Yəni buradan məsələn 40 ölçüsü, buradan 50, buradan 60, buradan 100, yəni buradan söhbət gedir. 0 buranı götürür. 40, 60, yəni 70, 80, 100 bu şəkildə irəliləyir. Əgər siz bunlar arasında məsafə versəniz, o həmin buradan olan məsafəni özü avtomatik olaraq hesablamaq məcburiyyətində qalacaq. Məsələn, tutaq ki, bunun ölçüləndirməsi buradan bura qədər 30.2 olsun, buradan bura qədər 49.56 olsun, məsələn. O zaman bunlar arasında siz məsafə verdiyiniz zaman bununla, yəni bu məsafə ilə bu məsafəni bir-birinə cəmləyib bunun ölçüsünü tapmaq belə çətin ola bilər. Qaldı ki, məsələn, bura çatdığı zaman artıq bunların bütün hamısının arasındakı məsafəni toplayıb bunu tapmalıdır. Ondan sonra bura həmin holu açmalıdır. Onun üçün maksimum dərəcədə pislik etmiş olarsınız qarşı tərəfə. İşini çox-çox çətinləşdirərsiniz. Yəni bunlar arasındakı məsafəni verməyəcəyik. Nə edəcəyik bəs? Əvvəlcə bunu 0 nöqtəsi olaraq qeyd edib, daha sonra ölçüləndirməmizi bu xətti referans alaraq verəcəyik. Həmən görək necə edirik onu. Burada gördüyünüz kimi Ordinate Dimension seçeneği var. Bunun horizontal və vertikal olan versiyaları var. Məsələn, vertikalı seçdiyimiz zaman vertikal ölçüləndirmə verəcək. Bizdən 0 nöqtəsi istəyir hal-hazırda. Mən deyirəm 0 nöqtəsi bura olsun. Bura klik elədiyimiz zaman bu şəkildə 0 nöqtəsini qoyur. Sonra davam edir. Hansı ölçüləri vermək istəyirsən sənə deyir. Məsələn, bunu seçib davam edin ölçüləndirməyə. Gəlib bu çevrələri seçdiyim zaman avtomatik olaraq özü ölçüləri qoyur və oradan məsafəsinin nə qədər olduğunu bildirir. Yəni, indi artıq bunu istehsal edən adam çox rahatlıqla bunun istehsalında ölçüləndirməni biləcək.
Bura fix bir yere koyacak buranı. 0 ölçüsünü verecek. Daha sonra yukarıya doğru bu deşikleri həmin bu measurement'da olan ölçülere uygun açacak ve tamamıyla modelin bitirmiş olacak. Her zaman ölçülendirməni belə vereyim. Gəlirəm, bunu silirəm indi. Yine eyni şekilde göstereyim size. Ben vertikal ölçülendirme edeceğim. Bu vertikal olarakdır. Onun için vertikalı seçme mecburiyetindeyim. Eğer bu şekilde olsaydı benim modelim, o zaman horizontalı seçme mecburiyetindeydim. Vertikal seçirəm yine. 0. Bu şekilde yine ölçülerimi vereceğim. Gelip bunun üzerine klik etseniz merkeze veya bura hiçbir farkı yoktur. Hemen algılayabilir. Rahatlıkla ölçülerinizi verebilirsiniz. Böyle bir səhvlik oldu orada. Onu siləcəm. 2 dəfə klik oldu diye böyük ihtimal. Böyle bir 40 ölçüsü çıktı. Bunu hemen siləm. Dediğim gibi bunlar arasındaki mesafe değil, aşağıdan olan mesafe bize lazımdır. Bu şekilde verin. Sonra gelin whole callout'dan ölçülendirmenizi edin. Bu şekilde. Mesela 15 olduğum bilirəmsə 2 dənə qoya bilərəm veya buranın ölçüsünü de verebilirim. Eğer karışıklık yoksa bu şekilde hamısını bir ölçüsünü verip tamamıyla bitirebilirim modeli. Yine dediğim gibi burada belə bir benim eşiğim var idi bildiğiniz kimi. Bunun da ölçülendirmesini etmək məcburiyyətindəyim. Bunu iki cür edə bilərəm. Bunun üst görünüşünü göstərə bilərəm. Buna klik eləyib, projected deyib, bunun üzerindeki görünüşü gösterip buradan gelip ölçümü verə bilərəm məsələn. Ne kadar olduğunu. Yine eyni metodika ilə də verə bilərəm. Vertikal olarak buradan bura kadar belə bir ölçüm verərəm. 5 olduğunu bilərəm. Daha sonra whole callout'tan istifadə edib bu şekilde ölçümü verə bilərəm. Diametrin 7 olduğum veya 10 yani içeri doğru deşildiğin bu şekilde bilirəm. Daha sonra bunun tabii ki horizontal ölçülendirmesi lazımdır. Horizontalda yine aynı şekilde edin. Gelin burada horizontal deyin. Mesela burada artık horizontal seçtim, vertikal değil. Gəlirəm, həmin yerin, mesela buradan 0 verilibsə artık buradan verilməlidir horizontal. Gidip buradan falan vermeye çalışmayın. Biraz daha səliqəli ve düzgün şekilde görsənsin, karışıklık olmasın. 0 nöqtəsini bura qeyd eləyirəm. Buradan da horizontalımı verirəm. Yine aynı şekilde gəlirəm, çıxıram. Çünkü o horizontalım bitti mənim. Yeni horizontala create eləməliyəm burada. Gəlib yine buradan horizontal bu şekilde 0 ve bunu verirəm. Modelimi biraz yukarı çəkirəm. Bu şekilde. Bunu da biraz aşağı çəkək hatta. Okey. Bunu da biraz içeride olacak. Şimdi size yeni bir funksiya göstereceğim burada. Mesela bu üst görünüşü vermediniz. Farklı bir metodika ile göstermek isterseniz sadece bir görünüş üzerinde. Tabii ki bu modelde üst görünüş vermək daha məsləhətlidir. Sadece size bu komutun işlənməsin və gələcəkdə size lazım olarsa necə etmək lazımdır onu göstərirəm. Əvvəlcə gəlin buna klik edin. Sonra bunu hidden line deyin. Hidden line'ları göstersin. Yani həmin deşiğin burada olduğunu bilin. Daha sonra ne etmeniz lazımdır? Gəlin bu deşiğin ölçülendirmesine bakın. Mesela 5 ölçüsüdür. Yani buradan, bu face'den 5 ölçülendirmesi var bunun. Bunu yadda saxlayın. Bura doğru. Çünkü bu face'e baktığım zaman mənə bunun qalınlığı 10, bunun ise 5 ölçülendirmesi olduğunu bilirəm. Bu arada bunun overall dimensionları falan vermeyeceğim. Çünkü mövzu burada tamamıyla farklı olduğu için ben size göstermek istedim ki necədir bunun ölçülendirmesi. Eğer overall dimensionlar vermək istəsiniz, gelin buna right click edin. Daha sonra add ordinate deyin. Yani devam etmək istəyirəm bu ordinate'a. Add dediğimiz zaman hemen bu ordinate ile bağlı olarak yeni bir ordinate nöqtəsi qoya bilərsiniz. Bura klik etsəniz, bu da size ordinate dimension 321.7 bunun ümumi uzunluğu olacaq. Veya aynı metodikanın burada istifadə edirsiniz. Add ordinate deyin. Gelin bura klik edin. Bu şekilde 10 ölçüsünü versin. Bitirebilirsiniz bu şekilde. Yine aynı metodikanın bura right click edin. Add ordinate deyip buradan da belə bir ölçülendirme verip 3 overall dimension'ımızı ordinate üzerinde olarak da gösterebilirsiniz. Yine mövzumuza qayıdaq. Buranı necə göstereceği hemen size gösterim bunu. Burada belə bir seçeneğimiz var. Broken out seçeneği
burada şəkildə də gördüyünüz kimi sizdən bir sketch istəyir və o sketch'e uyğun olaraq oranı qazıyır. Yəni oranı section view kimi qazıyır, belə deyək, extrude cut edilmişsiniz kimi. Və orada olan nədirsə sizə göstərir onu. Məsələn, broken out dediyim zaman məndən bir sketch çəkməyimi istəyir və spline istifadə edirəm mən burada. Yəni avtomatik olaraq spline'ı aktiv eləyir, belə deyək. Belə bir sketch çəkirəm. Təbii ki, bağlı kontrolunu aldı. Daha sonra solda bir pəncərə çıxır məndə və dərinliyin nə qədər olmanı istəyirsən deyir. Mən 5 istəyirəm, çünki 5 tam onun mərkəzidir. Bura 5 yazıram və preview'ya basıram. Və gördüyünüz kimi burada olan modeli və burada da bax göstərir sarı xətlə hara qədər qazıdığı. Bu sketch'e uyğun olaraq qazıyır və bu şəkildə bu modeli burada göstərir. OK basıram. Daha sonra təbii ki, buna annotation'dan centerline əlavə eləməliyəm mən. Bunun nə olduğunu bildirmək üçün. Yəni, silindirdir burada hole olaraq kəsilib. Bunu bildirməliyəm. Daha sonra nə edirəm? Gəlib buranın ölçüsünü buradan da verə bilərəm məsələn. Bu görünüşü istəməyib, gəlib bu ölçüləndirməni buradan da verə bilərəm. Daha sonra yenə dediyim kimi hole collatı klik edib buradan da hole collat çıxarda bilərəm. Yəni eyni metodika ilə buradan da bütün ölçüləndirmənizi verə bilərsiniz və bu şəkildə görə bilərsiniz. Qabaqda indi daha qarışıq modellər üzərində hole collatı göstərəcəm sizə. Bu modelimizin ölçüləndirməsi də bu şəkildə olur. Ordinate ölçüləndirməsini gördünüz. Sonra burada gördüyünüz broken out section'ı gördünüz. Qabaqda fərqli modellərdə görəcəksiniz. Həmən bunu save eləyək və keçid eləyək bir sonraki modelimizə. Texniki rəsmimizə yenə davam edirik. Yenə bu modelimizin texniki rəsmini görəcəyik. Bu modelin texniki rəsmində əvvəlki modeldə öyrəndiyimiz ordinate dimension'ı burada necə istifadə edəcəyik? Həmən onu görək. Sizin üçün bu şəkildə texniki rəsmi create eləmişdim. Həmən incələyirəm. Right view-ma ehtiyac yoxdur, çünki frontla tamamilə eynidir. Silirəm. Daha sonra məncə bu görünüşlər bizə bəs olacaq. Hətta bu görünüşləri biraz daha dəyişmək istəyirəm. Çünki front view-da bunun içərisini mən görə bilmirəm. Nə qədər qazıldığım və ya dediyim kimi bunun içərisində nə qədər getdiyini görə bilmirəm. Hidden line-lardan istifadə etmək istəmirəm. Onun üçün front view-mu silirəm. Gəlirəm, section view alıram buradan. Bu şəkildə bir section view götürəcəm. Gəlib section view-mu bura qoya bilirəm. Bu şəkildə eləyə bilərəm və ya hətta bunu silib buranı biraz böyütmək istəyirəm. Bizə geniş yer açılsın, belə deyək. Ölçümü 2-nin 1-ə dəyişirəm. Gəlib həmən buna klik edib aşağı düşüb shift scale deyirəm. Daha sonra section view-mu götürürəm. Bu şəkildə götürəcəm. Vertikal olaraq götürəcəm. OK basıb. Burada da biraz qəribə çıxacaq. OK. Biz belə eləyək. Horizontal olaraq götürək. Bura qoyaq. Daha sonra bunu alignment'ın break eləyək. Bunu gətirək, biraz bura qoyaq. Bunu da bu şəkildə eləyək. Sonra alignment yenə verək. Amma horizontal olaraq by center eləyək. Bu şəkildə verək. Dediyim kimi simmetrik partımız olduğu üçün heç bir problem yoxdur. Yerləri biraz fərqli düşə bilər. OK. Həmən gedirəm. Burada gördüyüm center line-ları verməliyəm. Dediyim kimi center line-lar yadınızdan çıxmasın. Əgər bu şəkildə hollar görürsünüzsə, center line-ları hər zaman verin. OK. Bunu bu şəkildə veririk. Daha sonra biraz daha böyüdək bunu. Sonra gələk buradakı center line-larımızı verək. Bu section view-nu aldım ki, çox rahatlıqla mən görə bilim ki, hansı tip kəsimlərim var içəridə. Section view-nu biraz aşağı qoydum, çünki ölçüləndirməmi edəcəm. Həmən başlayaq bu view üzərindən. Overall dimensionlarımın bəzilərini burada verəcəm. Sonra ordinate dimensiondan burada ölçüləndirməmi edəcəm. Həmən gələk buradakı extrude cutların
veya extrude bossların bəzi ölçülərini verək. Smart Dimension'a keçid edib ümumi çevirənin ölçüsünü verirəm. 65 olduğunu göstərirəm. Daha sonra burada gördüyüm extrude'lar var. Bunların ölçüsünü verək. Bu şəkildə. Hətta verməyə də bilərsiniz. Bütün hamısını horizontal üzərində də edə bilərsiniz. Yəni dediyim kimi burada bütün ordinate dimensionlardan da göstərə bilərik. Biz hər ehtimala qarşı verək, daha sonra silə də bilərik. Gərək buradan 20 verək. Məsələn 65, 30, 20 extrude bosslarımızı verdik. Extrude qatlarımızı gəldik buradan whole collatdan istifadə edib tam mərkəzdə bir extrude qatımız var. 10 olaraq bunu veririk. Daha sonra burada bir extrude qatımız var. Gördüyünüz kimi bunların ölçüləri tamamilə eynidir. Və burada 10 verməyə heç ehtiyac yoxdur. Silirik. Gəlirik whole collatdan. Sadəcə buranı verib. Daha sonra buna 5x deyəcəm. Çünki 4 dənə burada, tam ortada da bir dənə 5x olaraq verirəm. Dediyim kimi yəni qarşıdakı insan düşünməyəcək ki, bunun ölçüsünü niyə verməmisiniz? O həmən anlayacaq ki, 5 dənə hol var və 5-in də ölçüsü eyni ilə 10 olduğu üçün da verməyə ehtiyac yoxdur. Gəlib buradan ayrıca bir ölçü. Tamam. Keçək buradan ordinate dimensionlarımızı verək. Əvvəlcə vertikal olaraq başlayacağım mən. Gəlirəm 0 nöqtəsi buradan olmağını istəyirəm mən məsələn. Gəlirəm buradan 1-0 nöqtəsi qeyd edirəm. Daha sonra bir ölçüləndirməmi edəcəm. Gəlirəm buradan bura qədər olan məsafəni, hətta buranı da rahatlıqla verə bilərəm. Bura klik eləyə bilərəm. Daha sonra bura klik eləyə bilərəm. Bu ölçüləndirməmi verərəm. Daha sonra bu ölçüləndirməmi verərəm. Biraz daha qıraat çəkək bu şəkildə. Belə ölçüləndirmənizi verə bilərsiniz. Whole collata klik edib bura klik eləsəniz və ya bura klik eləsəniz bu şəkildə nə qədər getdiyini də görə bilirsiniz. Verə bilirsiniz bunu. Bunu bura da qoya bilərsiniz. Belə deyim. Əlavə ölçüləndirmək üçün rahatlıqla göstərə bilərsiniz. Daha sonra gəlib horizontal ölçüləndirməmizi verəcəm. Buranı yaddan çıxardın. Chamfer hissəsini. Chamfer hissəsini ayrıca izah edəcəm. Necə göstərmək lazımdır. Keçid eləyək horizontala. Horizontalda yenə eyni üsulla gəlirəm 0 nöqtəmi. Bura qeyd edirəm. Sonra gələk bunun mərkəzini verək. Daha sonra gəlib mərkəzini verdiyimiz üçün də qıra xəttlərinə ehtiyac yoxdur. Gəlib verməyin qıra xəttlərini. Buranın ölçüsünü verək. Daha sonra gəlib buranın ölçüsünü verək. Buranın ölçüsünü verə bilərsiniz, amma ehtiyac yoxdur. Çünki artıq bizim dimensionımız göstərib. Tam mərkəzi verin. Bundan sonra tam mərkəzi vermək daha məsləhətdir. Yenə dediyim ki, buranın da ölçüsünə ehtiyac yoxdur. Buranın ölçüsünü verə bilərik. Buranın ölçüsünü verə bilərik. Yenə buranın və ən sonda tamamilə 65 ölçüsünü verə bilərik. Bu şəkildə ordinate dimension'da edə bilərik. Daha sonra buradakı chamfer'ı necə göstərək? Əvvəlcə belə edək. Bunu biraz bura çəkək. Ölçülərimizi kiçildək burada. Bunu biraz sol tərəfə çəkəcəm. Bizə yer açılsın. Okey. Bu şəkildə ölçülərimizi qoyuruq bura. Hətta biraz yuxarıda çəkə bilərik bunu. Okey, tamam. Bunu bu şəkildə veririk. Daha sonra gördüyünüz kimi burada chamfer var. Bu chamfer'ı necə göstərə bilərik? Chamfer'ı göstərməyin yolu, yəni Smart Dimension'da chamfer'ın ayrıca göstərmək üsulu var. Buradakı Smart Dimension'a klik edib chamfer'a klik elədiyiniz zaman əvvəlcə chamfer'ın dərəcə altında olan bucağını seçin. Bucaq altında olan xəttini seçin. Üzrü sayın. Bucaq altında olan xətti budur. Yaddan çıxarmayın. Bunlar düzdür. Bu şəkildədir. Bura klik edirəm. Daha sonra aşağı və ya yuxarı xəttinə klik edin. Yuxarı xəttinə klik edirəm və bu şəkildə mənə chamfer'ımın 3 olduğu və dərəcəsinin də 45 olduğunu qeyd edir. Bunu bu şəkildə bura qoysam, burada gördüyünüz kimi biraz qarışıqlıq ola bilir. Chamfer buradan tam görsənməyə bilir. Hətta biraz daha qarışıq model olsaydı, biraz daha hollarımız çox olsaydı, daha çətin olacaqdı bizim üçün. Onun üçün gəlirəm buradan, silirəm bunu. Bunun ən yaxşı yolu nədir? Həmən onu görək. Drawing hissəsinə keçid edirsiniz. Burada Detail View deyə bir hissə var.
Detail View'ya klik ettiğiniz zaman sizden bir çevrə çəkməyinizi istəyir və o hissəni detail eləyəcək. Mən deyirəm ki, bu hissəni mənim üçün detail elə və çevrəmin mərkəzi də burada olsun. Bura klik eləyirəm və bu şəkildə çevrəmi böyüdürmək üçün bu şəkildə istədiyiniz kimi kiçildib böyüdə bilərsiniz. Bura klik eləyirəm. Daha sonra mənim üçün bunu detail eləyir. Ayrıca bir yerə qoyub və böyük şəkildə göstərir. Buradan gəlib connected dediğiniz zaman bu şekilde hara bağlı olduğunu gösterir size. Bunu bura koyabilirsiniz. OK basabilirsiniz. Bunu da bu şekilde bura çekebilirsiniz. Daha sonra gelip buna right click eləyib yani detail view'ya jump to detail view edebilirsiniz. Veya gelip bunun əlaqəsini silsəz buradan. Sen bura klik eləsəniz xəttə nöqtəyə. İcazə vermə mənə. Mən ayrı bir yerdə eləyib onu necə dəyişirik onu göstərim sizə. Məsələn gəlirəm bura detail view deyirəm. Məsələn tutaq ki bu hissəyə detail view eləyəcəm. Heç bir yerə əlaqə vermədim bu arada. Gördüyünüz kimi burada tam mərkəzinə əlaqə verdim. Burada heç bir yerə əlaqə vermədim və bura qoyuram. Bunu detail view eləsin və bura qoyuram sadəcə bunu. Məsələn bunu istədiyiniz kimi kiçildib böyüdə bilərsiniz. Gördüyünüz kimi. Avtomatik olarak o da kiçilir, böyüyür. Veya merkezde bir nokta var. Buradan tutup istediğiniz yere çekebilirsiniz. Bu şekilde. Tabii ki əlaqə verməməyə dikkat edin. Əlaqə verirseniz artık bunu bilmezsiniz. Okey. Bu şekilde eləyib bunu sildiğiniz təqdirdə oradaki detail view'da gedəcək. Bunu bura bu şekilde qoyuram. Daha sonra nə etməliyəm? Gəlib chamfer'ımın ölçüləndirməsini edirəm. Chamfer'a klik eləyirəm burada. Bu xəttə və bu xəttə klik edirəm. Bu şəkildə chamfer'ımı bura qoya bilərəm və modelimi bu şəkildə bitirə bilərəm. Daha səliqəli, daha rahat bir metodikadan istifadə edərək ölçüləndirmənizdə bu şəkildə edə bilərsiniz. Əks təqdirdə düşünün ki, bunlar arasındakı hər dəfə məsafə vermək lazımdır. Buradan bura qədər, nə bilim, buradan bura qədər, buradan bura qədər. Biraz daha ölçüləndirməmiz daha çətin olur. Ordinate Dimension'dan istifadə edib çox rahat modellərinizin çəkimlərini edə bilərsiniz. Bundan əvvəlki modellərinizdə Ordinate Dimension'dan göstərə bilərsiniz. Heç bir problemi yoxdur. Hətta bəzi şirkətlər sadəcə Ordinate Dimension'dan göstərərək bütün modellərin çəkimlərini verməyə üstünlük verirlər. Bu da yadınızdan çıxmasın. Gələcəkdə iş interviewlarında çox soruşulan suallardan biridir Ordinate Dimension'lar. Keçid eləyək bir sonraki modelimizə. Onu isə başqa videoda bir-iki modellərin çəkimlərini sizdə yeni alətlərdən istifadə edərək hazırlayacağım. Onları göstərəcəm.